Salam əziz izləyicilər. Bugün sizlərlə blok imtahanlarının tarix suallarını müzakirə edəcəyik. Demək, birinci suala baxırıq. 19-cu əsrin 20-ci illərində Şimali Azərbaycan işğalını başa çatdırdıqdan sonra Çar Rusiyası ölkəmizdə xammal istehsalının artırılmasına çalışırdı. Bununla bərabər hər hansı bir məhsulun tam istehsalının Azərbaycanda həyata keçirilməsini istəmirdi. Çünki buradan ucuz xammal alıb, onu mərkəz quberniyalarda son məhsula çevirib yenidən ölkəmizdə baha qiymətə satmaq Çar Rusiyasına böyük qazanc gətirirdi. Verilənlərə əsasən Çar Rusiyası nəyə nail olmaq istəyirdi? Neft sənayesində xarici kapitalın üstünlüyünün qarşısını almağa xeyir, çünki bu səhvdir. Çünki neft sənayesi 1872-ci ildə inkişaf etmişdir. Müstəmləkəçi iqtisadi siyasəti tətbiq etməyə bu düzdür. Çünki bu müstəmləkə xarakterli iqtisadi siyasət idi. Şimali Azərbaycanda sənaye çevrilişinin qarşısını almağa bu da səhvdir. Çünki sənaye çevrilişi demək olar 19-cu əsrin ikinci yarısına düşürdü. Neft sənayesində iltizam sisteminin ləğv edilməsinə xeyir. Çünki bu da 1872-ci ilə düşür. Lakin söhbət 19-cu əsrin 20-ci illərindən gedir. Ölkəmizi özünün ucuz xammal bazasına çevirməyə bu da düzdür. Çünki ucuz xammal bazası eləmək istəyirdi Azərbaycanı. Cavab A variantıdır. 32-ci suala baxırıq. Əsası Kəngərli tayfasının başçısı tərəfindən qoyulmuş bu xanlıq Zəngəzurdan Araz çay vadisinədək olan əraziləri əhatə etmişdir. 18-ci əsrin 80-ci illərində xanlıqda hakimiyyət uğrunda mübarizə daha da güclənmişdi. İkinci Rusiya Qacarlar müharibəsi zamanı Rus qoşunları tərəfindən işğal edilmişdir. Mətndə haqqında bəhs edilən xanlıqla İrəvan xanlığının ümumi cəhətlərini müəyyən edin. Müəyyən müddət Qarabağ xanlığından asılı olması düzdür. Çünki istər Pənahəli xan, istərsə də İbrahim Xəlil xan İrəvan və Naxçıvan xanlıqlarını asılı vəziyyətə salmışdır. Rusiya ilə Georgiyevsk müqaviləsini imzalaması xeyr, bu səhvdir. Çünki Georgiyevsk müqaviləsini imzalamışdır Quba və Talış xanlıqları. Keçmiş Çuxur Səhət Bəylərbəyliyinin ərazisində yaranması bu da düzdür. Çünki keçmiş Çuxur Səhət Bəylərbəyliyinin ərazisində yerləşirdi hər iki xanlıq. Türkmən çay müqaviləsinə əsasən Qacarların tərkibində qalması xeyr, bu səhvdir. Çünki Türkmən çay müqaviləsinin yox, Gülüstan müqaviləsinin şərtlərinə əsasən İrəvan və Naxçıvan xanlıqları Qacarların tərkibində qalacaqdı. Nəticədə 1-3-B variantı. 13-cü əsrin 30-cu illərinin sonu, 50-ci illərinin ortaları Azərbaycan tarixi üçün səciyyəvidir. Ali Monqol xaqanlığının canişinləri tərəfindən idarə olunması cavab A variantıdır. Çünki 1239-cu ildə Dərbəndin işğalı ilə Azərbaycanın Monqollar tərəfindən işğalı başa çatdırıldı və bunun nəticəsində Azərbaycan Ali Monqol xaqanlığının tərkibinə daxil edildi. Daha sonra 1256-1258-ci illərdə Hülakü xanın Azərbaycana yürüşü nəticəsində Ali Monqol xaqanlığı ilə son qoyuldu və Azərbaycan ərazisində Hülakülər dövləti yaradıldı. İkinci Qarabağ müharibəsi Vətən müharibəsi dövrünə aid deyil. Hadrut qəsəbəsinin azad edilməsi ilə Şuşaya hücum üçün əlverişli şəraitin yaranması bu düzdür. Lakin aid olmayanı soruşur bizdən. Azərbaycan istehsalı olan pilotsuz uçuş aparatından uğurla istifadə edilməsi bu da düzdür. Zərbə.
aldadıcı taktika ilə Ermənistanın hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi. Bu da düzdür. Çünki Antonov adlanan köhnə təyyarələrlə erməniləri çaşdırıb pilotsuz uçuş aparatları ilə onların HHM sistemləri məhv edilirdi. Qarabağ mücrüsü adlanan plan nəticəsində ordumuzun canlı qüvvə itkisinin minimuma endirilməsi. Bu da düzdür. Çünki pilotsuz uçuş aparatları vasitəsilə itkilərimiz 10.000-ə kimi yox, məhz 3.000-ə kimi olmuşdur. Yəni əgər pilotsuz uçuş aparatlarından istifadə edilməsəydi 3.000 deyil, 10.000, 20.000 şəhid vermişdik. BMT Təhlükəsizlik Şurasının ölkəmiz əleyhinə qətnamə qəbul etməsi. Xeyr, bu səhvdir. Çünki qətnaməni İngiltərənin vetosu ilə ləğv eləmişdilər. Belə ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi hazırlanmışdı Rusiya və Fransa tərəfindən. Lakin İngiltərə veto hüququndan istifadə edərək bizim lehimizə hərəkət elədi və nəticədə qətnamə qəbul edilmədi. Hadisələrdən hansının yerini dəyişdikdə düzgün xronoloji ardıcıllıq alınır. Pişəvərinin başçılığı ilə milli hökumətin yaradılması 12 dekabr 1945. Xiyabaninin başçılığı ilə milli hökumətin yaradılması 23 iyun. Dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft çıxarılmasına başlanılması 1949. Azərbaycan SSR-də konstitusiyaya dövlət dilinin Azərbaycan dili olması haqqında maddənin əlavə edilməsi 1956. İndi burada Pişəvərinin hökumətinin yaradılması 12 dekabr 1945-dir. Xiyabaninin hökumətinin yaradılması isə 23 iyun 1920-dir. Burada xronoloji ardıcıllıqda xəta olduğu üçün 1 ilə 2-nin yerini dəyişəcəyik. Cavab E variantıdır. 7-ci əsrin 40-cı illərindən fərqli olaraq 50-ci illəri Albaniya dövləti üçün səciyyəvi idi. Xəzər xaqanlığı ilə müqavilə imzalaması 660-cı illərdə olmuşdur. Bu səhvdir. Bizans İmperatoru ilə ittifaqın yaradılması 653. Bu düzdür. Daxili müstəqilliyin ləğvi 705. Sasanilərlə sülh müqaviləsi olmamışdır. Çünki 651-də Sasanilər süqut etdi. Xilafətə verilən vergilərin 1/3 qədər azaldılması, bu isə 667-670-ci illərdə olmuşdur. Demək, A variantı, D variantı, E variantı və C variantı gedir. Qalır B variantı. Azərbaycan Xalq Cümhuriyyətinə aid hadisə və nəticə əlaqələrinin uyğunluğunu müəyyən edin. Müəssislər seçkilər haqqında əsasnamənin qəbul edilməsi. Parlament fəaliyyətə başladı. Bakının işğaldan azad edilməsi, Milli Şura fəaliyyətini dayandırdı. Mudros müqaviləsinin imzalanması. Osmanlı hərbi qüvvələri Naxçıvanı tərk etdi. Əsgəran yaxınlığında döyüşün baş verməsi, milli ordumuzun hissələri erməni dəstələrini məğlubiyyətə uğratdı. İndi birinciyə baxırıq. Müəssislər seçkilər haqqında əsasnamə qəbul edildi 1919-cu ildə. Lakin parlament fəaliyyətə başladı 7 dekabr 1918-ci ildə. Bir gedir. Bir gedirsə B variantı və D variantı gedir.
Bakı işğaldan azad edildi, Milli Şura fəaliyyətini dayandırdı. Xeyr, bu səhvdir. Çünki iyun böhranı nəticəsində Milli Şura fəaliyyətini dayandırmışdır, hansı ki Gəncə dövrünə düşür. Həmin vaxtda Bakı azad edilməmişdi hələ. 2 gedir. 2 gedirsə A variantı və E variantı gedir. Mudros müqaviləsinə əsasən Osmanlılar bütünlüklə Azərbaycanı tərk edirdilər. Ona görə 3 düzdür. Əsgəran döyüşü nəticəsində də Azərbaycan ordusu erməni qiyamçılarını məğlub etmişdi. Bu da düzdür. Nəticədə C variantı. On 16-cı əsrin ikinci yarısı Osmanlı dövləti üçün səciyyəvi idi. Köprülü Mehmet Paşanın islahatlar keçirməsi. 17-ci əsr. A gedir. Misir Məmlük Sultanlığına son qoyulması 1517-ci ildədir. Lakin bizdən 16-cı əsrin ikinci yarısını soruşur. B gedir. Səfəvilərlə yeni müharibə 1578. Ağqoyunlu qoşunlarının məğlub edilməsi Otluq Bel döyüşü 1473. D gedir. Viyananın mühasirəyə alınması 1529. Bu da birinci yarısına düşür. Ona görə də E variantı da gelir. Qalır C variantı. Baxırıq 39-cu suala. Xəritədə rəqəmlərlə verilən ərazilər üçün doğru olmayan fikri müəyyən edin. 5. Bizans İmperatoru Justinian tərəfindən işğal edilmişdi. 3. Bizans İmperiyası üzərində qələbə nəticəsində ərəb orduları tərəfindən fəth olunmuşdu. 1. 8-ci əsrin əvvəllərində ərəb qoşunları tərəfindən tutulmuşdu. 2. Frank hökmdarı Xodvik tərəfindən işğal olunmuşdu. 4. Bizans İmperiyasının paytaxtı olmuşdu. İndi deməli 4 düzdür. Çünki 4 İstanbul şəhəridir. Bizans İmperiyasının paytaxtı Konstantinopol olmuşdur. İndiki İstanbul şəhəri. 2. Xodvik tərəfindən işğal olunmuşdu. Bu səhvdir. Ona görə ki İtaliya Xodvik tərəfindən deyil, Böyük Karl tərəfindən işğal olunmuşdur. Yəni imperator. Lakin Xodvik isə həmən vaxtı İtaliyaya hücum eləməmişdi. Birinciyə baxırıq. Birinci 8-ci əsrin əvvəllərində ərəb qoşunları tərəfindən tutulmuşdur 712-ci ildə. Bu düzdür. 3. Bizans İmperiyası üzərində qələbə nəticəsində ərəb orduları tərəfindən fəth olmuşdu. Bu da düzdür. Bizans İmperatoru Justinian tərəfindən işğal edilmişdi. Bəli, bu da düzdür. Çünki Justinian Roma İmperiyasını bərpa eləmək üçün Roma İmperiyasının torpaqlarına daxil olan bütün əraziləri ələ keçirməyə çalışırdı. Bu səbəbdən A variantı da gedir. Qalır D variantı. Xəzər xaqanlığından fərqli olaraq Uyğur xaqanlığı 7-ci əsrdə meydana gəlmişdi, səhvdir. Çünki 744-də meydana gəldi ki, bu da 8-ci əsrə düşür. Sasani dövlətinə qarşı mübarizə aparmışdı Axunlar. Çin imperatorundan ipəklə xərac almışdı, bu düzdür. Çünki Çini Uyğur xaqanlığı asılı vəziyyətə salmışdı həmin dövrdə. Qaraxanlı dövləti, daha doğrusu Əfrasiyab dövləti Ərəb xilafəti ilə mübarizə aparmışdı. 11-ci əsrdə 2 yerə parçalanmışdı. Göytürk xaqanlığının parçalanması nəticəsində yaranmışdı. A variantı gedir. Çünki Xəzər xaqanlığı mübarizə aparmışdır. Əgər Qaraxanlı dövləti mübarizə aparmış olsa belə,
bu oxşar cəhət olacaqdı ki, yenə də A variantı sayılmır. 11-ci əsrdəki yerə parçalanmışdı. Bu da düzdür. Çünki 11-ci əsrin əvvəllərində Qərbi və Şərqi Qaraxanlı dövlətlərinə parçalandı. Göytürk xaqanlığının parçalanması nəticəsində yaranmışdı. Xeyr, çünki Qaraxanlı dövləti Ərəb dövlətinin parçalanması nəticəsində yarandı. Lakin Göytürklük xaqanlığının parçalanması nəticəsində yaranan dövlət Xəzər xaqanlığıdır. Bu səbəbdən 1C, 2B A variantı. NATO-ya üzv olması, konstitusiya qəbul edilməsi, Avropa İqtisadi Birliyinin yaradılmasında iştirak edilməsi, verilənlərin hər üçü hansı dövlətlərin 2-ci Dünya müharibəsindən sonraki tarixinin ümumi cəhətidir? ABŞ və İngiltərə. İkisi də səhvdir. Ona görə ki, İngiltərə 73-cü ildə Avropa İqtisadi Birliyinə üzv oldu. Avropa İqtisadi Birliyi yaradıldı 57-ci ildə. NATO-ya üzv idi. Bir də konstitusiya qəbul edilməsi. Bunlar hər üçünə aiddir əlbəttə ki, lakin həmən dövrdə konstitusiyadan söhbət gedə bilməzdi ABŞ və İngiltərə üçün. Çünki artıq onların konstitusiyası hazır idi. Həmçinin NATO-ya üzv olmaları bunların ümumi cəhətidir. Fransa və SSR heç biri. Çünki belə deyim ki, SSR həmən vaxt Avropa İqtisadi Birliyinə daxil deyildi. NATO da SSR-yə qarşı yaradılmışdı. Bu səbəbdən B variantı gedir. İngiltərə və AFR. İngiltərəyə dediyimiz kimi 73-cü ildə üzv olduğu üçün C gedir. Türkiyə və Pakistan heç birinə aid deyil. Çünki heç biri Avropa İqtisadi Birliyinə üzv deyil. Heç qurucu üzvlərdə sayılmırlar. NATO-ya üzv olan dövlət sadəcə Türkiyədir. Lakin Pakistan NATO-ya üzv deyil. Baxmayaraq ki, ABŞ-nin müttəfiqidir. Bu səbəbdən qalır D variantı. Ona görə ki, Almaniyada, Fransada konstitusiyaya sahibdir. NATO-ya üzv də olublar. Həmçinin Avropa İttifaqının qurucu üzvləridirlər. Roma sərkərdəsi Pompeyin Albaniyaya hücum etməkdə məqsədi Albaniyanın Selevkilərdən asıllığına son qoymaq. Bu səhvdir. Çünki Albaniya həmən vaxtı Selevkilərdən asılı vəziyyətdə deyildi, müstəqil dövlət idi. Karra şəhəri yaxınlığında baş verən döyüşdəki məğlubiyyətin əvəzini çıxmaq. Bu olsa Parfiyaya qarşı olar. Albaniyanın bu döyüşə bir dəxli yoxdur. Mərkəz Asiyanın işğalını başa çatdırmaq. Roma həmən vaxtı, yəni Mərkəz Asiya uzanan sərhədə sahib deyildi. Çünki Mərkəz Asiya ilə Roma arasında Parfiya dövləti var idi. Bu səbəbdən Romanın sərhədləri Mərkəz Asiyaya uzanmırdı. Hindistanla Qaradəniz sahillərini birləşdirən ticarət yollarını ələ keçirmək bu düzdür. Çünki Pompeyin yürüşünün məqsədlərindən biri bu idi ki, Hindistanla Qaradəniz sahillərini birləşdirən ticarət yoluna nəzarət eləsin. Dərbənd istiqamətində irəliləyib Alan tayfalarının yürüşlərinin qarşısını almaq bu səhvdir. Çünki Alan tayfaları Albaniya və Atropatenaya hücum eləmişdirlər. Qalır D variantı. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Hüseyn xan Naxçıvanski. Çar Rusiyasının, yəni Rusiya çarının yeganə müsəlman yavəri olmuşdur. Hüseyn xan Naxçıvanski. 3A. 3A-dırsa A variantı gedir, C variantı gedir, E variantı gedir. Birinci Dünya müharibəsində Rus ordusunda xidmət etmişdir. Hamısı, yəni hər biri üçün oxşar cəhətdir. Rusiyanın paytaxtının toplarla müdafiəsinə rəhbərlik etmişdir Əliağa Şıxlinski. Belə ki, ona
həm artilleriya ilə müdafiə tapşırılmışdı, həm də topçuluqda elə bir ixtisas sahibi idi ki, elə bir bacarığa sahib idi ki, ona yəni digər zabitlər artilleriyanın Allahı deyirdilər. İlk Azərbaycanlı hərbi təyyarəçi olmuşdur Fərrux Ağa Qayıbov. Burada da Fərrux Ağa Qayıbov olmadığı üçün heç birinə aid eləmirik. Döyüşdə şücaətinə görə brilyantla bəzədilmiş Georgi silahı ilə təltif edilmişdir Səməd bəy Mehmandarov. Nəticədə 1C, 2E, 3A, 4B, D variantı. 19-cu əsrin 50-ci illəri Şimali Azərbaycan tarixi üçün səciyyəvidir. Söhbət Şimali Azərbaycandan gedir. Təhkimçilik hüququnun ləğvi 1861. Söhbət isə 50-59-cu illərdən gedir. A getdi. Kəndlilərin feodal asıllığından azad edilməsi 1870. B gedir. Kəndlilərin vergi və mükəlləfiyyətlərinin ləğv edilməsi bu heç bir zaman olmamışdır. Hər bir kəndliyə 5 desyatin torpağın verilməyə başlanması 1847. Dövlət kəndlilərinin köçmə hüququnun ləğvi 1853. Qalır E variantı. Eldənizlər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvanın fəaliyyətinə aid deyil. Təbrizin Ağsunqurilərdən alınması bu düzdür, lakin bizdən aid olmayan fikri soruşur. Gürcü feodallarının hücumlarının qarşısının alınması bu da düzdür. Paytaxtın Naxçıvandan köçürülməsi bu da düzdür, Həmədana köçürmüşdü. İri Səlcuq əmirlərinin müqavimətinin qırılması bu da düzdür. Çünki İri Səlcuq əmirlərinin müqavimətini qırmış və dövlətdə mərkəzi hakimiyyəti gücləndirmişdir. Sultan titulunun qəbul edilməsi bu Məhəmməd Cahan Pəhləvana aid deyil, bu Qızıl Arslana aiddir. Qalır E variantı. Eramızdan əvvəl 4-cü minilliyin sonunda Qədim Misirdə vahid dövlət yarandı. Yuxarı Misirin aşağı Misir üzərində qələbəsi nəticəsində. Xarici işğalçılara qarşı mübarizə getişində səhvdir. Çünki Yuxarı Misir və aşağı Misir bir-birləri ilə mübarizə halındaydılar. 3-cü tutmasın vaxtında da artıq vahid dövlət var idi. Əhəməni dövlətinin süqutu nəticəsində bu səhvdir, çünki Əhəməni dövlətinin süqutu nəticəsində Ptolemeylər sülaləsi hakimiyyətə gəldi. Əhəmənilər dövləti 1-ci minilliyə aiddir, lakin bizdən 4-cü minillik soruşulur. 2-ci Ramzesin Het dövləti üzərində qələbə qazanması xeyr, bu da səhvdir, çünki 2-ci minilliyə düşür, bizdən 4-cü minillik soruşulur. Qaraqoyunlu hökmdarı Qara Yusif və Səfəvi şahı 1-ci Təhmasibin oxşar cəhəti Şirvanşahlar dövləti ilə mübarizə aparmaları. 19-cu əsrin ikinci yarısında Şimali Qafqaz və Mərkəzi Asiya tarixinə aid olan ümumi cəhət İngiltərənin nüfuz dairəsinə daxil olması xeyr, bu səhvdir, çünki həmən vaxtda Rusiyanın nüfuz dairəsinə daxil olmuşdular. Rusiya dövləti tərəfindən işğal edilməsi, bəli, bu düzdür. 1864-də Şimali Qafqaz, 1895-ci ildə Türkistan işğal edilmişdir. Hərbi dini dövlətin imamətin yaradılması Şimali Qafqaza aiddir. Pyotr Stolypinin torpaq islahatının keçirilməsi 20-ci əsrə düşür. Da getdi. Osmanlı dövlətinin tərkibində daxil edilməsi
Mərkəzi Asiya və yaxud Türkistan heç vaxt Osmanlı dövlətinin tərkibinə daxil edilməmişdir. Şimali Qafqazın bir hissəsi 16-cı əsrdə Osmanlı dövlətinin tərkibinə daxil olmuşdur. Lakin söhbət 19-cu əsrdən getdiyi üçün E variantı səhv sayılır. Qalır B variantı. 17-ci əsrdə baş vermiş Səfəvi-Osmanlı müharibələrinə aid deyil. Söhbət 17-ci əsrdən gedir. Yəni 16-cı, 18-ci əsrlərə aid müharibələri seçməyəcəyik. Osmanlı Krım dövlətinin hərbi qüvvələrinin məğlubiyyətə uğradılması. Demək, bu düzdür. Sınaq körpü döyüşü nəticəsində 1618. Lakin bizdən aid olmayanı soruşur. Ona görə də 17-ci əsrə aid olmayanı götürəcəyik. A getdi. Sufyan adlı yerdə baş verən döyüşdə Səfəvi qoşunlarının qalib gəlməsi 1605. Bu da getdi. Şah Abbasın Təbrizi azad eləməsi 1603. Bu da getdi. Səfəvi dövlətinin Hörmüzü azad etməsi 1622. Qəsr-i Şirin müqaviləsi 1639. E variantı gedir. Ona görə E variantı gedir ki, Qəsr-i Şirin müqaviləsi 1603-dən başlayıb 1639-da başa çatan Səfəvi-Osmanlı müharibəsinin yekunu idi. Lakin Hörmüzün azad edilməsinin Səfəvi-Osmanlı müharibələrinə heç bir dəxli yoxdur. Əksinə, həmən vaxtı Portuqaliya, İspaniya dövlətinin tərkibinə daxil olduğu üçün Hörmüzün azad edilməsi aiddir Səfəvi-İspaniya müharibəsinə. Qalır D variantı. 50-ci suala baxırıq. Heydər Əliyevin birinci prezidentliyi dövrünə aiddir. Milli valyuta manatın dövriyyəyə buraxılması. Bu düzdür. Strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsinin azad edilməsi. Bu da düzdür. Torpaq islahatı haqqında qanunun qəbul edilməsi. Bu da düzdür. İndi Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunması. Azərbaycan BMT-yə üzv olmuşdur 1992-ci ildə. Heydər Əliyev isə prezident olmuşdur 1993-cü il 3 oktyabr tarixində. Milli valyuta manatın dövriyyəyə buraxılması bəli doğru cavabdır. Lakin dövriyyəyə buraxılmasından söhbət gedir. Manat dövriyyəyə buraxılmışdır Əbülfəz Elçibəyin vaxtında. Lakin manat yeganə ödəniş vasitəsi elan edildi Heydər Əliyevin vaxtında. Biri var dövriyyəyə buraxılması, biri var yeganə ödəniş vasitəsi olması. Yəni ikisi bir-birindən fərqli variantlardır. Bu səbəbdən biri çıxırıq. Biri çıxırıqsa A variantı da gedir, E variantı da gedir. 4-ü çıxdığımız üçün C variantı və D variantı gedir. Qalır B variantı. Azərbaycanda xilafət dövründə vergilər Xaraq, Sasani dövlətinə aid olduğu üçün sayılmır. Gezid də həmçinin, çünki hər iki vergi Sasani dövrünə aiddir. Divan, mülk. Bunlar torpaq mülkiyyət formalardılar, lakin vergi deyirlər. Söhbət vergidən gedir. Xərac, cizyə. Cizyə qeyri-müsəlmanlardan alınan can vergisidir. Xərac isə torpaq vergisidir. Bu düzdür. Malcəhət BR 15-ci 16-cı əsrdə alınan vergilərdəndir. Bu səbəbdən xilafət dövrünə aid olan vergilərdən saymırıq onları. İqta, vəqf. Dediyimiz kimi söhbət vergidən gedir. Torpaq mülkiyyət formasından yox. E variantı gedir. Qalır C variantı. Xəritədə ərazisi ulduzla qeyd olunmuş rayona aid olanları müəyyən edin. Ərazisində paleolit dövrünə aid qədim abidə yerləşir.
Düzdür, Zar mağarası. 8 noyabr 2020-ci ildə Azərbaycan ordusu tərəfindən düşmən işğalından azad edilib. Xeyr, Şuşadır. Ona görə ki, ulduzla qeyd olunan yer Kəlbəcərdir. Kəlbəcər rayonu 25 noyabr 2020-ci ildə azad edilmişdir. Ərazisində erkən Tunc dövrünə aid Sərkərtəpə abidəsi yerləşir. Xaçmaz ərazisində yerləşir Sərkərtəpə, Kəlbəcərdə deyil. (2020-ci ilin 25 noyabrında düşmən işğalından azad edilmişdir. Bayaq dediyimiz kimi 25 noyabr 2020-ci ildə düşmən işğalından azad edilən şəhər Kəlbəcərdir. Ərazisində Orta Tunc dövrünə aid Göytəpə şəhər tipli yaşayış məskəni yerləşir. Xeyr, bu Kəlbəcərdə deyil, Urmiyada yerləşir ki, o da İran ərazisindədir. 2, 3, 5 getdiyi üçün A variantı, B variantı, D variantı və E variantı gedir. Qalır 1, 5, C variantı. Xronoloji ardıcıllığı müəyyən edin. Şirvanşahlar dövlətinin paytaxtının Bakı şəhərinə köçürülməsi 1192. Böyük Səlcuq dövlətinin paytaxtının Reya köçürülməsi 1043. Teymurilər dövlətinin paytaxtının Herata köçürülməsi Şahrukxun hakimiyyəti dövrünə düşür. 15-ci əsr. Yəni təxminən 1408. Osmanlı dövlətinin paytaxtının Bursa şəhərinə köçürülməsi 1326. Nəticədə cavabımız 2, 1, 4, 3-dür. Rəvvadilər dövlətinin Şirvanşahlar dövləti ilə oxşar, Salarilər dövləti ilə fərqli xüsusiyyətlərini müəyyən edin. Rəvvadilər ərəb mənşəli sülalə tərəfindən yaradılmışdır. Şirvanşahlar da ərəb mənşəli sülalə tərəfindən yaradılmışdır. Lakin Salarilər türk mənşəli sülalə tərəfindən yaradılmışdır. Biri götürürük, biri düzdür. Böyük Səlcuq dövlətindən asılı olmuşdur. Bu da düzdür. Çünki Şirvanşahlar da Rəvvadilər də Səlcuqlulardan asılı vəziyyətə düşmüşdür. Lakin Salarilər dövləti Böyük Səlcuqlu imperiyasından asılı vəziyyətə düşməyiblər. Onlar Rəvvadilər tərəfindən süquta uğradılıblar. Slavyanların hücumuna məruz qalmışdı. Bu, o hərçi üçün oxşar cəhətdir. Həm Salarilər, həm də Şirvanşahlar üçün oxşar cəhətdir. Lakin Rəvvadilər üçün elə də oxşar cəhət sayılmır. Dəbil əmirliyini özünə birləşdirmişdir. Bu heç birinə aid deyil. Dəbil əmirliyi Şəddadilərə aiddir. Cavab 1-2. 55-ci suala baxırıq. Neolit və eneolit dövrlərinə aid oxşar cəhətlər. Əkinçilikdə toxadan istifadə edilməsi bu düzdür. Çünki neolit dövründən başlayıb erkən Tunc dövrünə kimi davam etmişdir. İlkin şəhər məskənlərinin mövcud olması Orta Tunc. Bu heç birinə aid deyil. Saxsı qablarının hazırlanması hər ikisinə aiddir.
Çünki həm neolit dövründə, həm də eneolit dövründə saxsı qabları hazırlanırdılar. Süni suvarma sistemi erkən tunc dövrünə aiddir. 4-ü çıxırıq. Təsərrüfatda daş alətlərdən istifadə edilməsi hər ikisinə aiddir. Çünki hər nə qədər mis daş dövrü kimi yad edilsə də, yenə də əsas odur ki, daşdan istifadə ediblər bunlar. Çünki mis yumşaq material olduğu üçün insanlar yenə də daşdan istifadəyə davam edirdilər. Məhz bu səbəbdən eneolit dövrü adlandırılmışdır. Yəni mis daş dövrü. 56-cı suala baxırıq. 1711-ci ildə Prut çayı sahilində sülh müqaviləsinin imzalanması Rusiya Azov qalasını Osmanlı dövlətinə qaytardı. 1783-cü ildə Parisdə Versalda sülh müqaviləsi imzalandı. İngiltərə ABŞ-nin müstəqilliyini tanıdı. Neysbi döyüşünün baş verməsi ABŞ-də istiqlaliyyət bəyannaməsi qəbul edildi. İkinci Yekaterina hakimiyyətə gəldi. Rusiyada mütləqiyyət quruluşu zəiflədi. 30 illik müharibə baş verməsi, Qərbi Avropada üstünlük İspaniyadan Fransaya keçdi. Demək, 1711-ci ildə Prut çayı sahilində sülh müqaviləsinin imzalanması Rusiya Azov qalasını Osmanlı dövlətinə qaytardı. Bu düzdür. Versalda sülh müqaviləsinin bağlanması İngiltərə ABŞ-nin müstəqilliyini tanıdı. Bu da düzdür. Neysbi döyüşü ABŞ-də istiqlaliyyət bəyannaməsinin qəbul edilməsi. İstiqlaliyyət bəyannaməsi 76-da qəbul edilib. 1776. Lakin Neysbi döyüşü 1645-də olmuşdur. 3 getdi. İkinci Yekaterina hakimiyyətə gəldi. Rusiyada mütləqiyyət quruluşu zəiflədi. 4-də getdi. 17-ci əsrdə 30 illik müharibənin baş verməsi, Qərbi Avropada üstünlük İspaniyadan Fransaya keçdi. Bəli, bu da düzdür. Çünki Qərbi Avropada üstünlük İspaniyadan Fransaya keçmişdir. Nəticədə qalır 1, 2, 5. Uyğunluğu müəyyən edin. Otluq-Beyl döyüşü, Mərv döyüşü. Otluq-Beyl döyüşü Osmanlı dövlətinə aiddir. Qaraqanlı dövlətinə heç biri aid deyil. Mərv döyüşü Səfəv dövlətinə aiddir. Otluq-Beyl döyüşü həm də Osmanlı ilə yanaşı Ağqoyunlu dövlətinə də aiddir. Çünki vuruşan tərəflər Osmanlı və Ağqoyunlu dövlətlərdir. Cəlairilər dövlətinə bunların heç biri daxil deyil. Əgər Şeybani dövlət olsaydı, bəlkə onda Mərv döyüşünə, yəni Şeybanilərə aid eləmək olardı. Bu səbəbdən 1 AD, 2 C. Sizə təqdim olunmuş mənbə əsasında 58-60 sayılı tapşırıqları tarixi bilikləriniz əsasında cavab vərəqəsində cavablandırın. Eramızdan əvvəl 5-ci yüzilliyin ikinci yarısında Yunan şəhər dövlətləri iki rəqib düşərgəyə bölündü. Tezliklə onlar arasında müharibə başlandı. Peloponnesin çoxsaylı ordusu Attikaya soxuldu və mərkəzi şəhəri viran etdi. Cənubluların hücumu qarşı tərəfi bütün Attika əhalisini şəhər divarlarının arxasına təxliyə etmək məcburiyyətində qoydu. Ağzına kimi dolmuş şəhərdə epidemiya başladı. Perklin ölməsi vəziyyəti daha da çətinləşdirdi. Müharibənin uzanması tərəflər üçün bir yaxşı bir şey vəd etmirdi. Mənbədə bəhs olunan müharibədə qalib gələn dövlətin adını yazın. Sparta. Mənbədə bəhs olunan müharibənin başlanmasının bir siyasi, bir də iqtisadi səbəbini yazın. Siyasi səbəbi o idi ki, siyasi səbəbi belə deyim,
Yəni artıq Əhəmənilər üzərində bu Yunan şəhər dövlətləri qələbə qazanmışdı. Və bu qələbə nəticəsində Yunan şəhər dövlətləri artıq ümumi düşməndən xilas oldu. Ümumi düşməndən xilas olanda da fikir ayrılığı formalaşdı bu dövlətlər arasında. Çünki Afina Dəniz İttifaqı yaradılmışdı axı. Həmin dövrdə Afina Dəniz İttifaqına Afina rəhbərlik edirdi. Yəni Yunan şəhər dövlətlərinə ağalıq uğrunda mübarizə idi. Yəni Sparta deyirdi ki, müharibədə əsas rolu mən oynamışam. Afina deyirdi ki, xeyr, Əhəmənilərlə müharibənin əsas baş rolu mənəm. Bu səbəbdən bir-birləri ilə çəkişmə içərisində oldular bunlar. İqtisadi səbəbi ondan ibarət idi ki, Spartadan fərqli olaraq Afina inkişaf eləmiş yer idi. Yəni Afina, belə deyim də, hərbiləşdirilmiş dövlət deyildi. Hər tərəfli inkişaf edirdi. Zəngin mədəniyyəti də var idi, zəngin iqtisadiyyatı da var idi. Sparta kimi ancaq hərbi işlə məşğul olan dövlət əlbəttə ki, təbii olaraq Afina kimi hər tərəfli inkişaf etmiş dövlətin iqtisadi resurslarına göz dikəcək idi. Bu səbəbdən iqtisadi səbəb Afinanın resurslarına Spartanın çökmək istəyi, siyasi səbəbi isə Yunan şəhər dövlətlərinə ağalıq etmək uğrunda mübarizədir. Haqqında bəhs olunan müharibənin mənbədə verilməyən iki nəticəsini yazın. 1. Yunan şəhər dövlətləri zəiflədi. 2. Polis sistemi böhran yaşadı və bu da gələcəkdə Makedoniya imperiyasının yüksəlişinə və Yunan şəhər dövlətlərinin Makedoniya tərəfindən işğalına gətirib çıxardı. Nəticədə suallarımızı müzakirə etdik, əlavə izahatlarımızı da verdik. Gələcək imtahanda sizə uğurlar arzulayıram. İnşallah hər biriniz istədiyiniz qədər bal yığar və istədiyiniz universitetə, ixtisasa qəbul olarsınız. Əvvəlcədən hər birinizə uğurlar arzulayıram. Sağ olun.